Bəzi insanlar bəzi müsbət xüsusiyyətləri səbəbindən iman gətirirdilər, İslama iman gətirirdilər. Yəni Peyğəmbər bəzi insanların müsbət xüsusiyyətlərini təhrik edirdi və o müsbət xüsusiyyətə istinad edirdi və o vasitə ilə də dinə gəlirdi. O müsbət xüsusiyyət səbəbindən, bir dənə bəzən bir müsbət xüsusiyyət səbəbindən. Osman ibn Məzun da demək olar. Onun barəsində eşitmiş olarsınız. Dinə gəlməyinin səbəbi ədəb, ərkan və həya idi. Necə oldu bu hadisə? Peyğəmbər onu görür, deyir ki, Osman ibn Məzun, iman gətirmirsən? Baxır, deyir, yox, iman gətirmirəm. Bir gün keçir, bir müddət keçir, yenə də Peyğəmbər onu görür, deyir, iman gətirmirsən? Deyir, yox. Gedir Əbu Talibin yanına ki, bu qardaşın oğlu bizi öldürdü da. İşte ora keçir, gedir, deyir, iman gətirirsən, bura keçir. Mən də utanıram, yox deməyə utanıram. Deyirəm, mənə belə şey deməsin, mən yox deyə bilmirəm, utanıram, hörmətim, ehtiramım var ona. Həzrət Əbu Talib də onu biraz nəsiyyət edir ki, pis söz demir ki, sənə deyir, iman gətir, lap yaxşı elə, iman gətir ki, xoşbəxt olasan filan. Neçə vaxt keçir, yenə Peyğəmbər keçəndə deyir, Osman ibn Məzun, iman gətirmirsən? Deyir, yaxşı da, gətirirəm, iman gətirdim. Oldum müsəlman. Bir səbəbdən, ədəb, ərkan, həya səbəbindən dinə daxil olur. Amma sonrası nə oldu? Önəmli budur. Sonrası bu olur ki, gedir qabağa, gedir, həqiqətən iman gətirir. Həqiqətən iman gətirir. İş o yerə çatır ki, o dünyasını dəyişəndə Peyğəmbər onun bədənini öpür, torpağın altına qoymamışdan qabaq. Onu ehtiramla dəfn edir. Eybi yoxdur bir xüsusiyyətə görə insan İslama daxil olsun. Amma mühüm olan budur ki, sonradan dində inkişaf edir, yoxsa yox. Mühüm olan budur. Həmzə necə iman gətirdi? Həmzəni hamı tanıyır da, Həzrət Həmzəni. Həmzə şücayətli və qəhrəman bir şəxsiyyət idi, mərd bir adam idi. Bir gün Peyğəmbərə hörmətsizlik elədilər. Həmzəyə gəlib danışdılar ki, Peyğəmbər təhqir elədilər, hörmətsizlik elədilər. Qılıncını götürdü, gəldi və həmin adamı cəzalandırdı və dedi, ümumiyyətlə, bundan sonra mən də müsəlmanam. Görüm kimin nə sözü var desin. Mən bundan sonra ümumiyyətlə müsəlmanam, İslamı qəbul edirəm. Mərdliyi səbəbindən İslama daxil oldu. İslamla tanışlığı yox idi. Biri həya səbəbindən, biri mərdliyi səbəbindən. Amma məsələ bundadır ki, Həmzə bir dənə o mərdlikdə ilişib qalmadı. Bir xüsusiyyətdə ilişib qalmadı. İmanın həqiqətinə gəldi, çatdı. Əli əleyhissalam onun qardaşı oğlu idi, yeniyetmə idi. Peyğəmbərin dövründə Əli əleyhissalamın vilayətini qəbul elədi. Həzrət Əliyə ya əmir əl-möminin deyə xitab edirdi. Həzrət Əliyə. Ona görə oldu Seyyid-i Şühəda. Zamanında şəhidlərin sərvəri oldu. Şəhidlərin başçısı oldu. Peyğəmbər ona 70 təkbirlə meyit namazı qıldı. 70 təkbirlə namaz qıldı. Hər bir insana bu şəkildə hörmət göstərmirdi Peyğəmbər. Peyğəmbər şəxsən özü Həmzəyə ağlamağa dəvət edirdi insanları. Deyirdi ki, ona bütün şəhidlərin sahibləri əvvəl Həzrət Həmzəyə əzadarlıq eləsin, sonra öz şəhidlərinə. İmaməti Qədirxumdan əvvəl qəbul elədi. Özdə bir kim? Özü güclü, mərd, qüdrətli, şücayətli bir adam ola. Həzrət Əli əleyhissalamın qarşısında təvazökarlıq edib onun fəzilətlərini qəbul elədi. Hərə bir dəlillə müsəlman olurdu. Bəziləri də siyasi məqsədlər üçün olurdu. Biri var idi, onun adını mən qəsdən yaddan çıxartmışam. Qəsdən yaddan çıxartmışam ki, bəzən lazımdır ki, adamın adını yaddan çıxardasan. O Şamdaydı, Şamdan gəldi bir gün, dedilər ki, xəbərim var ki, Abdullahın oğlu özünü Peyğəmbər elan edib. Dedi ki, hə, eşitmişəm, xəbərim var. Dedi ki, bəs yaxşı, neyi neyəcəksən? Dedi, heç nə iman gətirəcəm. Dedilər ki, axı, sənin harova yaraşır, sənli deyil də bu iş, yəni. Bu sənin yolun deyil, sənə uyğun deyil. Deyir ki, mən maraqlanmışam, araşdırmışam, oradan buradan soruşmuşam. Bunun işi tutacaq, bu alınacaq və kim də elə əvvəldən qoşulsa
sonra da bir şey əlinə düşər. İnşallah əlinə də düşdü sonralardan, yəni bundan istifadə elədi. Belələri də var idi. Belələri də var idi ki, hansısa bir məqsəd üçün İslama daxil olurdular. Amma bəziləri bir bəhanə ilə iman gətirirdilər. Bəhanə ilə bu baxımdan ki, bir xislət olurdu içlərində ki, onları imana vadar edirdi. Bir müsbət xüsusiyyət səbəbi ilə iman gətirirdilər. Bəzisi ədalət səbəbindən. Ədalət tələbə adamdır, dində ədalət görür, din onu cəzb eləyir. Bəzisi mərddir, mərdlik səbəbindən, biri həya səbəbindən. Hər kim hər hansı bir səbəbdən görürsən ki, iman gətirə bilər. Amma bir şəxs bir səbəbdən İslama iman gətiribsə, o xüsusiyyətdə ilişib qala da bilər. Sonradan bütün vücudu ilə tam olaraq bütöv dini də qəbul edə bilər. Bax, önəmli məsələ budur. Bir cəhətdən İslamı qəbul elə. Amma təkcə o bir cəhətdə ilişib qalma axıra qədər. Bir cəhət vasitə olsun, bəhanə olsun ki, bütöv sonra başqa hissələrini də tanıyasan İslamın. Digər hissələrini də tanıyıb qəbul eləyəsən. O adamlar ki, bir səbəbdən İslama daxil olurdular, sonradan bütöv İslama təslim olurdular tədricən, onlar imanda önə çıxırdılar. Amma bəziləri qalırdı. Qalırdı elə o bircə dəyərdə. Dində bir hissə buna xoşdur, ona ilişib qalırdı, başqa hissələrini yox. Onlar dindən çıxırdılar ya dinə düşmən olurdular. Bunun içində uyğun bir hissəsi var dinin. O yaxşı şeydir, normal bir şeydir. Bu bir qapıdır, daxil ol. Sonra davam elə, seyr elə və qəbul elə bir sistem olaraq. Bəziləri yox, elə o qapıdan daxil olurdu. Elə dinin ancaq o hissəsi ki, bunun içinə uyğundur, həmahəngdir, onu din olaraq bəyənib seçirdi, qalan hissəsinə təslim olmurdu. Həmzə ancaq o mərdlik xüsusiyyətində, qəhrəmanlıq xüsusiyyətində ilişib qalsaydı, başqa fəzilətləri mənimsəməsəydi, o zaman Əliyə təzim eləməzdi, Həzrət Əliyə ehtiram eləməzdi. Əksinə deyərdi ki, mən onunla nəyəm əskiydim. Düzdür, bunun qəhrəmanlığı, mərdliyi cuşa gəldi, Peyğəmbəri himayə elədi, amma təkcə bunda qalsaydı, o zaman inkişaf eləməzdi. Hər adam bir nöqtədən başlayır, eybi yoxdur, tam normal haldır. Amma başlanğıc nöqtəsindən sonra gərək hərəkət eləyəsən, inkişaf eləyəsən. Elələr də vardır ki, ədalət tələbdir. Bəziləri üçün bilirsə, ədalət nədir? Ədalət odur ki, mənə nəsə düşsün. Ədalət axtarır doğrudan da, amma ədalət öz payını əldə eləmək üçün, öz haqqını sırf özü üçündür. Ədalət bunun üçündür ki, mənə düşən düşsün mənə. Sırf bununla ilişib qalır, ədalət, ədalət, ədalət. Başqa bir şey gözü görmür. İş bu yerə çatır ki, Peyğəmbərə deyir ki, ey ədil, ədalətli ol. Peyğəmbərdən, maşallah, ədalət tələbliyin həddinə bax. Ki, Peyğəmbərdən tələb eləyir. Sonra da Əliyə düşmən olur həmin ədalət şüarı ilə. Ədalət tələbli ilə dinə daxil olur, ancaq din ədalətdir. Bu solçudur, o da ömrün solçularındandır. Ancaq ədalətdə ilişib qalır və din olur bunun üçün ancaq ictimai ədalət. Gərək dini bütövlükdə qəbul eləyəsən. Bütövlükdə. Bir xislət bəhanə olsun, səbəb olsun. Bəzisi mərhəmət səbəbindən dinə gəlirdi. Axı din rəhmət dinidir də, İslam dini. Sonra həmin rəhmət səbəbindən, rəhimlilik səbəbindən Əliyə düşmən olur. Deyir ki, sən adam öldürürsən. Bəzən adam öldürmək rəhmətin özüdür. Bir terrorçunu öldürməlisən ki, minlərlə insana rəhm eləyəsən. Onu başa düşmək istəmir. Ancaq o zahiri mərhəmət, bir nəfər də uşaq yetim qalmasın. Bəli, İslam istəyir ki, bir nəfər də uşaq dünyada yetim qalmasın. Amma bir adamın vasitəsilə, yüzlərlə uşaq yetim qalacaqsa, məcbur olur, o bir nəfəri qətlə yetirir. İslam bu. Ona görə Həzrət Əli öldürdüyü adamların başı üstündə ağlayırdı. Belə bir tarixdən ikinci nümunə yoxdur. Yəni, adam öldürməyə can atmır. Sadəcə rəhm onu vadar edir. İnsanlığa rəhm vadar edir ki, bir dəstə insanı qətlə yetirsin. Amma eyni zamanda da rahat da bunu eləmir. Adam öldürmək onun xoşladığı bir iş deyil. Onu görmürdü də bəzi insanlar. Başa düşmürdü.
Çünki bir hissəsindən yapışıb dinin, bir hissəsindən də ilişib qalıb. İcazə verin bir hədis oxuyayım sözüm bu yerində. İmam Cəfər Sadiq əleyhissalamdan. Maraqlı, çox xoşuma gəldi mənim bu hədis. Bugünkü günə də dərsimizə uyğundur. Üsul-i Kafidə nəql olunan mötəbər hədisdir. Buyurur ki, İnnəllaha azza və cəl xələqə qavmən lil-haqq. Buyurur ki, Allah bəzi insanları haqq üçün yaradıb elə bil. Yəni, haqqa meyl var, haqqa həqiqətə meyl var bu insanlarda. فَإِذَا مَرَّ بِهِمُ الْبَابِ مِنَ الْحَقِّ قَبِلَتْهُ قُلُوبُهُم. Buyurur ki, elə ki, onların üzünə haqdan bir qapı açıldı, qəlbləri haqqı qəbul eləməyə meyillidir, tez qəbul edirlər. وَاِنْ كَانُوا لَا يَعْرِفُونَهُ. Baxmayaraq ki, haqqı bütöv tanımırlar, tam olaraq tanımırlar. Bu nəsə qəlbən haqqa meyilli adamdır. Bütöv haqqı tanımasa da, haqdan bir qapı da özünə açılanda nəsə buna tanış gəlir, elə bil. Qəlbinə doğma gəlir. Deyib, bu nəsə məni cəzb edir də, bunda bir doğmalıq var. Mənlə bu haqq arasında. Ola bilər, dəlil, sübut tələb eləsin filan. Amma eşidən kimi görür ki, bu nəsə mənə uyğundur bu. İmam Sadiq buyurur ki, bəzi adamlar belə yaranıb elə bil. Yaranıb deyəndə, yəni belə də mayası belə yoğrulur. Salman Farsini, tanıyırsınız da, Salman Farsi məcus idi. Məcus dinində idi. Atasına deyir ki, icazə ver, çıxım biraz səyahət edeyim, baxım, dünyanı gəzim, görüm nə var, nə yox. Həqiqət axtarma, haqq axtarma hissi var, meyillidir bu işə. Gəlir Şama, xristiyan dini ilə tanış olur. Xristiyan dinini qəbul edir. Deyir, mənim dinimdən üstün dindir. Görürəm də bu üstün dindir. Həzrət İsa'nın dininə iman gətirir. Bir alimin yanında qalır. O alim vəfat eləyəndə deyir, mənə bir ünvan göstər, oraya gedim. Deyir, Rumda bir alim var. Ged onun yanına. Gedir, onu şagirdlik eləyir. O da vəfat eləyir növbətisinə. Axırda deyir ki, bəs mən kimə müraciət edim? Deyir, bilirsən, sənə bir söz deyim. Bir nəfər gələcək, Peyğəmbər. Yaxında gələcək. Məkkə Mədinə ərazisində yaşayacaq. O, son dinin, haqq dinin dəvətçisidir. Ged onu tap. Onun üç xüsusiyyəti var. Sədəqə qəbul eləmir, hədiyə qəbul edir və kürəyində də bir əlamət var, xal var. Deyirlər, bu qul kimi satılır, gəlir, çıxır Mədiniyə. Gəlir, eşidir ki, həmin bir adam dəvət eləyir. Görəndən deyir, meyil yaranır rəyində. Amma dəlil ki, demişdi ustad ona, bir gün xurma gətirir Peyğəmbərə, deyir ki, bunu sizə gətirmişəm, sədəqə gətirmişəm. Peyğəmbər qəbul eləmir. Səhəri gün həmin xurmaları, həmin sayda, məsələn, təxminən xurmanı gətirir ki, sizə hədiyyə vermişəm. Peyğəmbər qəbul edir, hədiyyə kimi. Bir gün deyir, bir isti havada əbası düşür Peyğəmbərin, o xalı da görür və düşür Peyğəmbərin ayaqlarına. Deyir ki, mən sizə Peyğəmbər dinini inirsən, belə deyir, mən sizə iman gətirdim, mən bu əlamətləri bilirdim. Haqq onu qapı-qapı salır, dərbədər gəzir, axtarır ki, haqqı həqiqət tapsın. Zatən meyillidir həqiqətə. Daxil olur, amma gedir 10-cu mərtəbəsinə çatır imanın. Bütöv dinə təslim olur və iman 10 dərəcədirsə, Salman 10-cu dərəcəsindədir deyə Peyğəmbər buyurur. Dəlil, sübut istəmək yaxşıdır, bilirsiniz, dəlil mərkəzliliyi filan yaxşıdır. Dəlil, sübut istəmək yaxşıdır. Amma qəlb də gərək haqqa meyilli olsun. Bilirsiniz, mənim sözüm budur. Bu çox incə məqamdır. Çünki hamı deyir, dəlil, sübut filan, gözəldir də, bəli, mən də onu deyirəm. Hamı da deyir, ağıllı fikirdir. Ki, dinə adam həqiqəti dəlillə qəbul edər. Bəli, amma unutma ki, dəlilin yanında bir qəlbin səfası olmalıdır. Olmasa, dəlilə təslim olub, qəbul edir insan. Sonradan nəfsini cilovlamayanda nəfs başlayır ağla təsir göstərməyə. Həmin o dəlillə ki, dinə gəlmişdi, həmin o ağlın dəlili ilə dindən çıxır. Sonra başa düşürsünüz, dəlil təklikdə kifayət eləmir. Biri gəlib bir dənə şübhə salır, şübhə salan kimi tez dəlil tapır, o şübhəyə dindən çıxır. Çünki sırf dəlillə dinə gəlmişdi. Bir səhvə olmalıdır, batində, daxildə bir səhvə olmalıdır. Adam var, dəlillə dinə daxil olur, dəlillə də dindən çıxır.
Dəlil təklikdə kifayət deyil insanın düz yolu getməsi üçün. Qəlbdə səhv olmasa, sonra əqli dəlillər vasitəsilə özü üçün dəlil düzəldir. Elə bilir ki, elə tutarlı dəlildir, o vasitəsilə də dindən çıxır. Ağılla qəbul elə. Bəzi adamlar dəlil mərkəzlidir. Dəlili xoşlayır da, yaxşı şeydir bu, qəbul elə, amma sonra da nəfsünlə mübarizə apar ki, ağlın daha da inkişaf eləsin, həmin bu ağıl səni dinin ən uca zirvələrinə çatdırsın. O ağıl ki, səni dini qəbul etməyə vadar elədi. Həmin ağılla daxil ol dinə, həmin ağılla da inkişaf elə. Yoxsa ki, ağılla daxil olub, ağılla da dindən çıxma. Dəlilə tabi olub dini qəbul eləmək yaxşıdır. Amma sonra bütövlükdə dini qəbul edəsən. Dəlil mərkəzli bu mənada yaxşıdır. Qəlbdə səfa olsun. Ədalət tələbli yaxşıdır. Amma bir dənə ədalət tələblikdə ilişib qalmayasan. Bütöv dini qəbul edib, bütöv dinə təslim olasan. İrfan meyilli yaxşıdır. Bəzi adam var, irfana meyillidir. Belədir də təmayülü, meyilli belədir. Amma daxil olduqdan sonra bir dənə irfanda ilişməyəsən də dinin ictimai tərəflərini də görəsən. Bir nəfər Dullabinin yanına gəlmişdir. Hacı İsmail Dullabinin. Deyir, Amerikada yaşayır. Deyir, yatdım, yuxu gördüm ki, sənə sabah bir kitab bağışlayacaqlar. Qəribə hadisələr olur. Kitab bağışlayacaqlar ki, o kitabı diqqətlə oxu, dəyərli kitab. Durur, kimsə İranlı olur, kim olur, necəsə buna Dullabinin kitabını bağışlayır. Bu deyir, yuxu, bu, nəsə bir hikmət var. Oxuyur kitabı, deyir, bu kişi kimdir, nədir? Bu da irfan sahibidir, arif idi. İrfan xüsusiyyətli bir insan idi. Gəlir, tapır onu, deyir ki, mən sizin kitabınızla İslama yönəldim. Bir dərə yuxu vasitəsilə. İrfana meyilli adamdır. Allah bir yuxu ilə onu dinə yönəldir. Amma da qalmayasan irfanın özündə. Girdin dinə, get gör nə var da, başqa nə var, nə yox. Elə xoşva gələnlə özü qanı eləmə də, get gör nə var, nə yox. Başqa da şeylər var axı bu dində. Yoxsa qalson irfanda sabah şəriəti inkar edəcəksən, dövrə vurub, rəqs eləyib, zikir deyəcəksən. Qəşəng yolda təsəvvüf var. Nə şəriət, nə namaz, nə oruc. Fırrana, oxu, qaça. Oxu, la ilahə illallah, bilmirsən nə deyir, nə inir. Bu vasitə ilə irfan meyilli, həmin o istəyini təmin eləyir bu vasitə ilə. Bir xüsusiyyətlə daxil olduğuna heç bir eybi yoxdur. Amma o xüsusiyyəti inkişaf elətdir və başqa tərəflərinə də təslim elə özü dinin. Başqa xüsusiyyətlərə də təslim elə. İmam Sadiq əleyhissalam buyurur ki, bəzi insanlar haqq üçün yaranıb və haqdan bir qapı üzlərinə açıldığı zaman haqqa təslim olurlar, onu tanımaya. Dalıca hədisində buyurur və izə mərrə bihimul bab minəl batil ənkərəthu qulubuhum və inkənu la ya'rifunəhu. Buyurur ki, elə ki, batildən bir qapı üzlərinə açıldı. Qəlbləri onu inkar eləyir. Hərçənd ki, tam tanımır. Deyir, yox, nəsə yapışmır mənə. Belədir də bazı insanlar haqqa meyillidir, batil onlara yapışmır. Pis edir. Ola bilər, zahirən gözəl görüntüsü olsun. Bir adam, görəcəm, məsələn, yaxşı yeməyi qoyubla qabağa, o gözəl görüntüsü var, qoxusu pis gəlir, pis qoxu gəlir. Deyirsən, yox, mən bunu ürəyim qəbul edirəm, iyi gəlir, qoxu gəlir bu yeməkdən. Baxma, zahiri gözəldir yeməyin, qoxu vadar eləyir ki, onu yeməyəsən. Birinin birdən olur da belə xəstəliyi var, iyi hiss eləmir, otur bunu ləzzətlə yiyəcək. Bəziləri batili bax belə mənimsiyir, nəsə zatında xarablıq var. Qəbul edir, onu yiyir. Elə bilir də ki, onun ehtiyacını ödəyir. Amma İmam Sadiq əleyhissalam buyurur ki, bəzi insanlar var ki, haqqa meyillidir. Haqqın elə bir cilvəsi onları çəkir, deyir, bu nəsə yaxşı şeydir. Və batilin də bir cilvəsi onu iyrəndirir ondan. Tanımır bütün batili, deyir, yox, bu mənlik deyil, bu nəsə, bu xarab bir şeydir. Ürəyimə yatmır, qəbul eləmirəm bunu. Bəli, dəlil, sübut yaxşıdır, amma qəlb xarab olsa, sonra bəhanə tapır, dindən çıxır. Valla belədir. Bu çox incə məqamdır. İndi ziyalı görsənmək istəyən hamısı deyir, dəlil, sübut filan. Mən də qoşulub olaraq bunları danışa bilərəm sizə. Amma həqiqəti istəyirəm sizlərə çatdıraq bu dərslərdə.
Bilirsiniz, kim saat dəlillə zada söykənir, çox ziyalı sayılır. Qəlb bəzən unudulur və dəbdə olan sözü danışırıq da bəzən. Amma ki, dəlil sübutun yanında qəlb xarab olsa, bir daha deyirəm, bilirsiniz necədir? Təslimiyyət neçə növdür? Bir var silahla təslim eləyəsən adamı. Silah başı çəksən, iman gətir. Bir də var dəlillə təslim eləyəsən. Bu da təslimiyyətin bir növüdür. Sırf məntiqlə danışır, qalır belə neynim, bu danışır da, yaxşı cəhənnəm, mən də qəbul edirəm. Cəhənnəm deyir, qəbul edir. Sonra durəndə deyir, filan olmuş bu ruhanilər ya bu dindarlar da, hər şeyə bir şey tapırlar da, neynim də söz deyirəm ki, daxil olur, dəlilə təslim olur, amma deyir, kəş biri bir dəlil gətirərdi, bu dinin səhvliyinə çıxıb gedərmiş kimi dalayacam. Dəlilə təslim olur, amma elə hey dəlil axtarır ki, dindən çıxsın. Vallahi həyatımda belə adamlar qarşıma çıxıb, görmüşəm. Belə qəribə, səfasız əqli dəlil, daxili təmizlənmə olmadan vadar edir ki, insan bir dəlilə dindən çıxsın. Dəlillə məcbur olub, çünki dəlil mərkəzli adamdır. Sonra da qəlb cavab verməyəndə hey bəhanə axtarır ki, bir dəlil gətirən olsaydı dindən çıxardım. İnsan sözümüzün xülasəsi bir müsbət dəyərlə dinə daxil olsun, eybi yoxdur. Ədalət tələbli ilə, bir dəstə dəlil sübutla, amma sonra inkişaf eləsin. Biri irfan qapısından daxil olsun, eybi yoxdur, sonra inkişaf elətdirsin. Biri məsələn görürsən, əzadarlıq qapısından daxil olur, məsələn məhərrəmdə gəlir, təsirə düşür. Amma da bunu da ilişmə, din ancaq əzadarlıq deyil. Sabah biri ya Hüseyin deyir, ağlayır, dinin başına nə ön gətirsə deyir, o İmam Hüseyin ağlayandı, onun eybi yoxdur. İmam Hüseyin aşiqiddir. Dinin evini yıxır bu. Axı din təkcə əzadarlıq deyil. Bu dinin evini yıxır. Nə olsun ki İmam Hüseyin əzadardır? Yəni, ona görə hər şeyi keçək onun üçün ki, bu İmam Hüseyin əzadarıdır. O qədər ədalət deyir, gəlir ilişir ki, niyə qadınlar az irs aparır, kişilər çox, məsələn? Sual yaxşı şeydir, sual əladır. Amma görürsən ki, bu ancaq ədaləti görür. Axı, məsələn, irs haqqında belə deyirlər ki, qadın gələcəkdə həyat yoldaşı olacaq, kişinin boynuna da qadının gündəlik təminatı. Kişinin boynunadır qadını təmin eləmək. O qadının həyat yoldaşı olar, onu təmin eləyər. Amma o oğlan uşağı evlənəcək, ailəsinin nəfəqəsi bunun boynunadır da, bu onu təmin etməlidir. Ona görə qadınlar bu məsələlərdə az irs aparır. Çünki gələcəkdə kiminsə çörək yiyənidir, kimsə onu təmin etməyə borcludur. Məsələn, belə. Amma bu bir dar çərçivədən baxır, ona görə də onunla da sonra dinə qarşı çıxır. İbadətə meylun var, gəlmisən, xoşun gəlir duadan, ibadətdən, amma ədalətdə qəbul elə. Dəlilə əsaslanırsan, yaxşıdır, irfanı da qəbul elə, mənəviyyatı da qəbul elə. Eybi yox, sənin cənnətə getməyində bir xislət o birislərdən daha çox rol oynasın, bu təbiidir. Sənin irfanın daha çox səni cənnətə aparsın, digərinin ədaləti daha çox cənnətə aparsın, amma mənası bu deyil ki, dinin digər hissələrini inkar elə. Onları da qəbul elə, birinə daha çox istinad elə. Sənə doğma olan biridir, o səni daha çox istiqamətləndirsin. Üsamə İbn Zeydə eşitmişsiniz də, tanıyırsınız. Üsamə gənc adam idi Peyğəmbər zamanında və həmin o qoşunun komandanı idi, bilirsiniz. O Peyğəmbər vəfat eləyəndə vəsiyyət eləmişdi ki, Üsamənin başçılığı ilə o bəzi şuluq adamları da daxil eləmişdi o qoşunun içinə ki, çıxıb getsinlər. Bilirdi ki, dincləyənməyəcəklər da o Peyğəmbər vəfat eləyəndə. Dedi, getsinlər, bunlar da getmədi. Hətta Peyğəmbər dedi, Allahın lənəti olsun Üsamə ordusundan çıxıb qayıdanlara. Belə bir şey var tarixdə, bilirsiniz, oxumusunuz. Həmin Üsamə Peyğəmbərdən sonra Həzrət Əlinin yanındaydı. Amma belə oldu. Həzrət Əli dedi ki, Cəməl döyüşündə ki, Üsamə də şücaətli adam idi. Dedi, mənə sən də dəstək ol, gedək Cəməldə döyüşək Zübeyrlə, Təlhə ilə filan. Dedi ki, ya Əmir Əl-Möminin, bilirsiniz ki, mən sizi qəbul edirəm, amma o ilişib qalmaq var. O batareya ilə saatlər işləyir, gəlir, görmürsünüz. O əqrəb gəlir, əsasən onda ilişirdi. Ondan yuxarı qalxmalıdır, on yuxarıdadır, o gücü çatmırdı. Tak deyib qayıdır da. Belə bir şeydir. İlişib qalıb bir şeydir ki, amma Həzrət Əliyə deyir, amma bax belə bir şey olub. Mən o vaxtı müşriklərlə döyüşəndə bir nəfər müşriki
qılıncı çəkdim, öldürün. Dedi, la ilahe illallah, la ilahe illallah. Dedim, əşhədə la ilahe illallah da. Ölürsən burada, indi iman gətirsən. Vurdum, deyir, başını kəsdim, gəldim Peyğəmbərin yanına. Peyğəmbər məni qınadı, dedi, səfiş görmüsən, niyə öldürmüsən? Dedim, axı, ya Rəsulallah, bu insan özü yalandan iman gətirdi, yalandan müsəlman oldu. Peyğəmbər buyur, sənin nə işin var? Yalandan, doğrudan, zahirən iman gətirdi, amandaydı. Deyir, ondan sonra mən əhd bağlamışam ki, bir dənə la ilahe illallah deyəndən vuruşmayacam. Vəssalam, Həzrət Əlinin. Yanındakılar Həzrət Əlini istəyir, onu nəsiyyət eləsin. Vay o gündən imam belə dedi, deyə işiniz yoxdur. Boş verin. Boş verin, çıxır gedir. Bir şeydən yapışıb, ki, mən müsəlmanla vuruşmayacam. Ay qardaş, bəzən o müsəlman la ilahe illallahı silah eləyir, dinin evini yıxır. Bu müsəlman deyil, bu İslamı vasitə eləyir, la ilahe illallahı vasitə eləyir, la ilahe illallahı aradan aparsın. Bu bir mühüm nöqtədir və mən vaxt az qalır, çox danışmayacağam. Sabahdan birisi məclislər var, Əyyam-ı Fatimiyyə məclisləri. Belə bir müqəddimə olsun o məclislər üçün, bugünkü söhbətimizin sonu. Xanım Fatimə Zəhranın barəsində istəyirəm bir neçə cümlə deyim. Maksimal və minimal İslam anlayışları var bugün. Maksimal İslam dini bütövlükdə qəbul etmək. Minimal İslam nədir? Minimal İslam budur ki, hər dəstə özünə uyğun hissəni götürsün dindən. Din adıyla onunla başını qatsın. Hərə bir hissəyə təslim olsun. Əxlaq İslamı, cihad İslamı, elm İslamı, nə İslamı, nə qədər istəyirsən parçala, qoyursan menü kimi qabağa, dilləri hansı yemək istəyirsən. Hərə özünə uyğun, mən ədaləti götürürəm, qalan şeylər yox. Mən elmi götürürəm, biri deyir, mən cihadı, mən şücaət, xoş deyirəm də dava eləmək. Biri deyir, mən əxlaqı, sülh, hamını çox istəyir. Bu üzvə vurdular, o bir üzvü gətirir. Onun da dini o. Hərə də bir hissəsinə istinad edir. Elə qəşəng də dəlillər tapırlar hamısı. Problem nədədir? Problem o küll olaraq dini qəbul edib ona təslim olmamaqdadır. Həsbuna kitab-Allah həmin məntiqidir. Allahın kitabı bizə bəsdir. Yadınızdadır o söz. Müəllifini də tanıyırsınız. O da adını yaddan çıxardaq. O müəllifində. Həsbuna kitab-Allah Peyğəmbər vəfat eləyəndə dedi ki, kitab Quran bizə bəsdir. Qalə Rasulullah qadağandır. Dinin bir hissəsi bizə bəs eləyir. 100 ili qadağan elədilər hədis deməyi. İllərlə qadağan elədilər. İnni bu'istu li utammimə məkariməl əxlaq. Nə qədər deyilir bu hədis? Mən əxlaqları kamilləşdirmək üçün gəlmişəm. Əbu Hüreyrə nəql eləyib bu hədisi. Zəifdir, sənət baxımından zəif hədisdir. Özü deyir dili ilə ki, mən çox hədislər uydururdum. Dili ilə deyir ki, mən keyfimə düşəndə də hədis düzəldib çatırmış, neynirmiş. Bu, əxlaq İslamı yaratmaq üçün gözəl hədisdir. Din nədir? Din əxlaqdır da. Vəssalam, bu hədis düşdəlilərinə qutar, din əxlaqdır. Belə bir yanaşma var idi. Bəzən elə bir tarixi şərait olur, mən xanım Zəhradan danışmaq istəyirəm, bir neçə cümlə icazə verirsizlər. Elə bir tarixi şərait olur ki, insan dinin minimum hissəsini qorumaq üçün canından keçməli olur. İmam Hüseynin dövrü kimi. İmam Hüseyin niyə şəhid oldu? Dindən nəsə qalsın. Nəsə qalsın, bir hissə. Din tam aradan getməsin. Çünki deyirdi ki, və aləl İslam əs-salam. Yezid hakim oldusa, İslamla vidalaşmaq lazımdır. İslamdan sağollaşmaq lazımdır. İmam Hüseyin dini qorumaq üçün dindən nəsə qalsın, minimal. Ev yoxdur, bəzən şərait belə gətirir. Kommunist dövründə yadımdadır mənim, kəlmə-i şəhadət bəs eləyirdi. Uşaqlar deyir, əşhədü ən la, bu həddə müsəlmançılıq qalsın. Dini qorumaq üçün İmam Hüseyin canından keçdi. Xanım Zəhranın fərqi nə idi? Xanım Zəhranın əsas fərqi bu idi ki, Xanım Zəhra bütövlükdə dinin bərqərar olması üçün mübarizə apardı və bu yolda qurban getdi. Və daha qərib qaldı. İmam Hüseynin 72 adamı var idi. Xanım Zəhranın 4 adamı yox idi.
4-5 adam var idi. 4-5 nəfər cəmi qoşuldu ona. Mən sizdən soruşuram, burada oturanlar gənclər, ziyalı insanlardır hamısı. Mən sizdən soruşuram ki, niyə görə birdən-birə Həzrət Zəhraya dəstək vermədi o cəmiyyət? Niyə görə də, bax, niyə görə? Bu sualın cavabını tapın, xahiş edirəm. Niyə görə? Qorxdular? Yox. Heç kəs onları qorxutmurdu. O hakimiyyət 2 gündür gəlib oturmuşdu. Onların heç nəyi yox idi qorxutsun. Küfəliləri qorxurdurlar ki, başınızı kəsəcək, sizi asacaq, kəsəcək. Qorxurdular. Şamla Küfə dalaşacaq, qırğın olacaq. Bunları qorxudan yox idi. Bunları təhdid edən yoxdur. Əliyə dəstək versəz, başınızı kəsərik. Neynəmişdilər? Şirinlikləşdirmişdilər? Yox. Heç o hakimiyyətdə oturanların hələ var dövləti də yox idi. 2 gün idi gəlmişdilər. Təbliğat aparılmışdı Əhl-i-Beyt əleyhinə, xeyr. Nə vaxt çatdırdılar təbliğat aparmağa? Haçan təbliğat apardılar? Nə səbəb oldu bəs? Niyə görə belə oldu? Niyə görə belə oldu? Səbəb bu idi ki, mən cavab verməyib yoxdur. Mən bunu üslub olaraq sual verirəm. Vacib deyil. Cavab verəsiz. Səbəb bu idi ki, xanım Zəhra maksimal İslamı, bütöv İslamı təqdim edirdi cəmiyyətə. Onlar da bir sansı dəstəkdir. Hər o dediyim kimi bir hissəsini qəbul edən dəstəkdir. Başını onunla qatmışdı. Ona çatdıra bilmədilər, gücləri ona çatmadı. Tutumları o qədər olmadı ki, o bütövlükdə dinin bərqərar olmasına hazır olmadılar. O hissə, hərə könlünə xoş olan hissəsinə tabi idi İslamın. Xanım Zəhra ilə İmam Zamanın gərək qiyamını müqayisə eləyəsən. Kərbəla ilə müqayisə eləməyim. İmam Zamanın qiyamı anası Fatimə Zəhranın qiyamıdır eyni ilə. Həqiqəti bütöv İmam Zaman gəlmir dini qorusun İmam Hüseyn kimi. Dini qorumağa Yəmən müsəlmanları bəsdir, Livan müsəlmanları bəsdir. O dini hifz etmək üçün. Dini qorumaq üçün yox, dini bərqərar etmək üçün gəlir. İmam Zaman anasının, xanım Zəhranın işini görəcək. Və bir gün dünya o zamana hazır olacaq. Görəcək ki, bu yarımçıq İslamlar var, parçalanmış İslamlar. Bunlar insanlığa heç nə verə bilmir. Bu İslamları elə özləri yaradır. Əxlaq İslamı, cihad İslamı, hamısı xoşdur onlar üçün. Amma bugün dünyaya gözünüzü açın, baxın, hansı İslamla dava gedir? Bax, bütöv İslamla. Bütöv İslamla. O İslam ki, bir sistemdir, hər şeyi əhatə eləyir. Bax, bu İslamla dava gedir və özüm bunu bir təbərrük üçün sizə danışdım. Bizim dərsimizin xronoloji ardıcılıqla getmir düzdür, amma hələ o dövr, sonraki dövrdə, indi əyyam ərəfəsidir deyə bunu sizə danışdım. Sözüm buydu ki, bir xislətlə, bir xüsusiyyət əsasında İslama daxil olmaq yaxşı bir şeydir, amma qalanlarını inkar etməyəsən, yavaş-yavaş qalanlarına da təslim olasan. Yoxsa hərə özünə, kefinə uyğun olanda ilişib qalsa, o zaman din olmaz və Mədinə cəmiyyətinin əsas problemi bu idi. Mədinə cəmiyyəti əgər bütöv dinə dəstək olsaydı, özdə dinə can vermək lazım idi, nə mal, heç nə, sadəcə demək lazım ki, belə olmaz. Bir dənə bunu deməlidirlər ki, belə olmaz. Onlar dedilər, yox, Zəhra bizdən çox şey istəyir. Nə lazımdır? Namazımız yerində, məscidə gedirik, zəkat veririk, xums veririk, həccə gedirik. Nə lazımdır axı? İslam yəni nədir axı? Ona görə başa düşmədilər. Onu tam qəbul etsəydilər, sonra lazım olmazdı ki, dinin sadəcə qalması üçün Hüseynlər canından keçsin, Kərbəlalar baş versin. Lazım olmazdı. Başa düşürsünüz. Soruşsalar ki, Mədinə cəmaatının ən böyük cinayəti nə idi? Az dinə qane olmaq idi. Minimal dinə qane olmaq idi. Bunların günahı bu idi. Əsas günahları bu idi. Ona görə Həzrət Zəhranı anlaya bilmədilər. Bu çox dərin, mən elə bilirəm ki, tarixi bir təhlildir ki, Həzrət Zəhranın Əyyam-ı Fatimiyyəsinin fəlsəfəsini bu açıqlayır. Ona görə də söz təsir eləməyəndə fəryad elədi, nalə elədi və mən o gün bir evdə də danışdım, bunu dedim. Onlar da gəlib o nalənin səbəbini aradan aparmaqdansa dedilər ki, denən ki, Fatimə ağlamasın. Çünki vicdanları, vicdan əzabı çəkirdilər o nalədən. Görürsən, bu Peyğəmbər, bir dənə təsəvvür edin o mənzərəni, o şəhəri təsəvvür edin ki, Peyğəmbər qızı bir qadın, xanım, ümmətin anası qara çarşabda gəzir, nalə səsi gəlir. Bunların o vicdanına toxunur o, gəlib dedilər, deyilən ağlamasın, ağlamasın. Neynəməlidirlər? Gəlməlidirlər ki, xanım, niyə ağlayırsınız?
Siz sakitləşməyincə biz buradan getməyəcəyik. Onun da davası nə idi? Heç nə. Deyirdi ki, din bütövlükdə necə nazil olub, o dini bütövlükdə mənimsəsin cəmiyyət. Onun da başında vilayət olmalıdır. Vilayətin elə əsas xüsusiyyəti bundan ibarət. Ümumiyyətlə, belə bir üslub Quran təqdim edir ki, Quran oxu, bax insanların reaksiyasına. Quran qəlbi müayinə edir, qəlbdə olan xüsusiyyətləri üzə çıxardır. Quran oxumaq qığılcım yaradır insanın qəlbində, iman qığılcımı və insanı hidayət edən vasitələrdən biridir. Yəni, mənəvi baxımdan insanı müayinə eləmək üçün onu Quranla qarşılaşdırmaq lazımdır. Eyni zamanda da Quran-ı Kərim həm də bəzilərinin xəstəliyini üzə çıxarır və xəstəliyini artırır. Ki, fəzadəhumullah mərəza, Quranda belə bir ayə var ki, Allah onların xəstəliyini artırır. Yəni, Quran oxumaqla daha da xəstəliklər artır. Bir klassik bir misal var, deyirlər ki, günəş işıq saçanda, gülün üzərinə işıq saçdıqca ətri artırsa, yayılırsa, üzr istəyirəm, bir heyvanın ölüsünün üzərinə günəş saçdıqca daha da üfunət qoxusu daha da yayılmağa başlayır. Quran-ı Kərimdə bəzilərinin içində olan o üfunəti üzə çıxarır və daha da xəstəliklərini artırır. Quran bugün də İslama dəvət vasitəsi olaraq qalır. Bizim Quranın orijinalı ilə bir çoxumuz ünsiyyət qura bilmirik bəzilərimizdə, müsəlmanların bəzisi, çünki ümumiyyətlə insanların bəzisi, bir çoxu, çünki ərəb dilini bilmək lazımdır onun üçün. Amma hər halda Quran-ı Kərim vasitəsilə günün bugünündə də düz yol tapan, hidayət olunan insanlar çoxdur, az deyil. Ona görə də Peyğəmbərin ən böyük möcüzəsi Quran-ı Kərimdir. Quran-ı Kərim həm dindən uzaq insanları dinə cəzb edir, həm də imanın daha ali mərtəbələrini fəth eləməkdə Quran-ı Kərim insana kömək eləyir. Namaz ki, biz gündə qılırıq, gündəlik ibadətimizdir. Namazı bir növ Quran oxumaq kimi tanımaq olar, qəbul etmək olar. Namaz Quran oxumaqdır və Quran qarşısında, Quran vasitəsilə Allahı təzim etməkdir. Həmin o rükû, o Fatihədə, İxlasda oxunan surələrin əzəməti qarşısında rükû və səcdə kimi qəbul oluna bilər. Ona görə də Həzrət Əli əleyhissalam möminləri tərif edərkən buyurur ki, gecə qaranlığında ayaq üstə Quran oxuyarlar. Sonra deyir, rüküyə gedib səcdəyə gedərlər. Demir, gecə namaz qılarlar. Yəni, Quran oxuyarlar ayaq üstə, yəni namazın əsas mahiyyəti Quran oxumaqdır. Çoxları Quran vasitəsilə Peyğəmbərə iman gətirirdilər. Qeyd elədik, misallar keçən dərsdə dedik.